minnətdarlıqla Azərbaycan Telekino Studiyası təqdim edir. Diqqət edin mənim əziz millətim, kinolar haqqındadır bu söhbətim. Salaq yada köhnə filmlərimizi, ötüb keçən tarixi illərimizi. Hər bir kino bizlərə ibrət idi, 100 dəfə baxsan yenə ləzzət idi. Abbasqulu bəyin nazı ilə çox oynayır ya, Kərbəlayı. Axırıncı aşırım Dədə Qorqud papaq, nə qədər baxırsan yenə çoxdur maraq. Bir qalanın sirli sehirli xalam, bizdə yaratmışdı gözəl təəssürat. Pərverdigar, niçin mən bu qurmuş dilimlə Şirmək dol geriyə bu diyanarın soruna düşdüm. İndi tərpənətimdə rahat oturmuşdum və bir vəkilim də mənə baş etdi. Söhbət edək biraz qədim zamandan, Meşədi İbahdan arşın malalandan. Bu cür kinolar kesin unudulsun, nə fərqi var o olmasın bu olsun. Sən saçın bu qədər qaradır, gəl sən də mənim kimi hənə qoyursan, hə? Bir hənə qoyursan, səni basın hənə ağarım, qocalıyıb ki hənə qoyursan. Kiminin ahırı, kiminin əvvəli, Hanı Bəşir Səfəroğlu həm lütfəli. Nəsibə xanım yarattı qaynana, onu bu xalqa tanrı verib bir dana. 7 oğul istərən döyüb dayaq, SSR vaxtında çəkilmiş qabaq. Təbliğ olub o vaxt Sovet təlimi, hamı sevir bizim Cəbiş məlimi. Bir ana kinoda var yol əhvalatı, Yaşarla Seyavuşun zarafatı. Mənim sizi bura yığmaqda məqsədim oldu ki, sizinlə işləmək çox çətin. Sizdən adam olmayıb, olmayacaq da. Götürək elə mənim bu bacım oğlum Makindoşu. Nə qədər bu Makindoşa demək olar, ay oğul, bu xırda pul çalıb edən hər şey. Bir film də vardı, adı Görüşdü, başdan ayağa komediya gülüşdü. Özbək qızı gəlir Azərbaycana, Kamil də vurulur bu gözəl ceyrana. Çox təmbəldir Əbil Fezlə Şəxəli, Şövkətin hesabına gedir irəli. Görəsən qonaqlarımız nə vaxt gələcək? Əgər ayrılıqlarla gəlsələr, gərək İstədu. Hava buradan. Hə? Deməli qonağımız boydandır. Sakin. Çabayım. Sakin. Bir taş kaldı. Sakin de. Gözəl bir kino var, Əhməd hardadır? Nərgiz xala yaman intizardadır. Nişan üzüyün qaytarır şirin kişi, uzun çəkir Əhmədi tapmaz işi. Zayi getməmək üçün əziyyətləri, Zülmüb yığır bütün Əhmədləri. İkinci saat sizden ne kadar Əhməd arıyorlar, kapını girip gösterin yanıma tercih. Bırak! Uzun danışma ha! Yoldaşlardan sağdan emridi! Kurtardı! Gəl qayıdaq 70-ci illərə, Bəxtiyar kinosu düşdü dillərə. Hüseynova bacılarla ağabala, başlarını itirdilər az qala. Artistə qabaqca veriblər pulu, yığıblar öz fəaliyyət ansamblı. Hani Rıza? Aslarla seninle arka başlar davul verirsin. Rıza kimin kolumun başına taş düşecek. Kesin seni. Ben tek kontrabaslar. Ulduz filmi xoş gəlir hər insana, fərqi yoxdur nə qədər çıxsa ekrana. Gülümsarov kolxozu bardan eləyir, mandalini limondan calaq eləyir. Züleyxa ilə Məhəmmədin obrazı 50 ildir yaddan çıxmır ən azı. Doktor dedi ki yalnız
ona dərmandır. Bəli, bəli. Nazik ona dərmandır. Siz Charleston oynayırsınız. Əmr etsəniz, Segahda oynayaram. Köhnə kinolarımız yadda qalandı, 1-2-3 deyildi, çoxdu kalandı. Hamsında xüsusi mənası var, hər birinin bir ayrı dünyası var. Yoxsa ki, hindi serial çəkirlər, içində reklamla zəhlə tökürlər. Unutmayaq köhnə sənətkarları, tarixlərdə qalan yadigarları, tarixlərdə qalan yadigarları.